Allah Resulü buyurur sallallahu aleyhi ve sellem: "Men kezebe aleyye muteammiden feliyetebevve meq'adahu minennar." Kim benim adımdan yalan danışarsa, bir yalan mənə nisbət eləyərsə, cəhənnəmdəki yerini hazırlasın. Oddakı yerini hazırlasın. Bu hədis göstərir ki, ey müsəlmanlar, Allah Rəsulunun adından yalan danışmaq olmaz. Onun üçün olsa da belə onun adından yalan danışmaq. O bəzi sufi təriqətlər var. Hədis danışır. Hədis uydurmadır. Elə hədis bəlkə də yoxdur. Deyir, mən onun adından yalan danışmıram. Mən onun üçün yalan danışıram. Bu onu sevsinlər, əməl eləsinlər. Desinlər bu İslamdandır, bu Məhəmmədin dinindədir. Onun üçün yalan danışır. Qardaş, onun sənin yalanına vallahi ehtiyac yox. Açıq aydın, güneş kimi açıq aydın yol qoyub gedir. Qardaş, əməl elə bitsin, qutarsın da. Yalana ne ehtiyac var? Belə insanlar var ya, subhanallah. Gör, şeytan necə azdırıb bunlar. Bu elə bilir ki, Allah Rəsuluna olan sevgisindən onun üçün yalan danışmaq var onun adından. Dedi, qardaş, ehtiyac yoxdur. Allah Rəsulunun yalana ehtiyac yoxdur. Onun üçün yalan danışma, ehtiyacı yoxdur. Bizə yalan danışmaq qadağan edir. Fərqi yoxdur. Kimin üçünsə olur olsun. Sən olanları dev, vallahi kifayət edir. Hələ olanları bilmirlər zaten. Bəlkə dedən sorursan, səhər axşam zikirlərini bilmirlər. Allah Rəsulu səhər axşam zikirlər öyrədib. Elə də elə, onun adından elə də. Dinə bax, Allah Rəsulu sallallahu aleyhi ve sellem bir müəyyən zikirləri öyrədib. Bir bunu eləyəni bu mükafat elə, onu tələqin elə də insanlara. Onu çatdır da. Sən niyə onun adına yalandan nəsə uydurursan ki, kim sənə bir salih əməl eləyəcək? Ha, bunun sahabı Peygamber sallallahu aleyhi ve sellem gedəcək. O seviləcək, dini seviləcək. Buna ehtiyac yoxdur, qardaş. Olanı söyle.